Salam, hər vaxtınız xeyir olsun, əziz radio sevərlər. Hər kəsi salamlayıram. Hər kəsə xoş gün arzu edirəm. Gününüzün uğurlu keçməyini diləyirəm və bu gün də Zərif Saatı proqramında biz sizin görüşünüzə gəlmişik. Çox maraqlı, səmimi bir proqram sizi gözləyir. Mən əminəm ki, səmimi söhbətimiz sizin ürəyinizcə olacaqdır, əziz dostlar. Odur ki, radionuzun səsini bir balaca da artırın. Proqramı mən Lalənin təqdimatında dinləyirsiniz və qonağımıza suallarınızı da ünvanlaya bilərsiniz. WhatsApp nömrəmiz aktivdir, sizin ixtiyarınızdadır. İstəyirəm ki, çox vaxt itirmədən qonağımızı təqdim edim. Dinləyicilərimizə çox da intizarda saxlamayım. Belə ki, bugün proqramımızın qonağı ömrünü həm təhsilə, həm də mədəniyyətə həsr etmiş, uzun illər pedaqoji sahədə çalışmış, daha sonra muzey fəaliyyətində mədəni irsimizin qorunmasına töhfə vermiş dəyərli şairi və qiraətçi Sevinç Səbzəliyeva. Xoş gördük. Xoş gördük Lalə xanım. Necəsiz? Çox sağ olun, minnətdaram. Sizin səsiniz. Təşəkkür edirəm. Sizin həyat yolunuz, yaradıcılığınız, qazandığınız uğurlar həm mənim üçün, həm də dinləyicilərimiz üçün çox maraqlıdır. İlk olaraq istəyirəm ki, əhvalınız necədir? Özünüzü necə hiss edirsiniz studiyamızda? Doğma bir məkandır. Öz əhvalınızı bizimlə bölüşəsiniz. Əlbəttə ki, belə bir məkanda özünü pis hiss eləmək ixtiyarım yoxdur. Təşəkkür edirəm və dinləyiciləri salamlayıram. Onu qeyd edeyim ki, hər şey gözəldir, yaxşıdır və dəvət üçün minnətdaram sizə. Sevinç xanım, illər öncəyə qayıdacağıq, uşaqlığınıza, gəncliyinizə, həmin o səhvələri bir-bir varaqlayacağıq bugün. Uşaqlığınız və təhsil illəriniz yaradıcılığınıza ümumiyyətlə necə təsir edibdir? Lap illər öncəsinə qayıdaq. Onu qeyd edeyim ki, mən Naxçıvan şəhər deməli 39 nömrəli məktəbdə, orta məktəbdə təhsil almışam. 11-ci sinfi orada bitirmişəm. Elə yaradıcılığa da 7-ci sinifdən başlamışam. İlk olaraq şeirlərim, kiçik yazılarım Şərq Qapısı qəzetində dərc olunubdu həmin illərdə və yaradıcılığa dəstəyi də mən atam tərəfindən görmüşəm. Ədəbiyyata, poeziyaya, yazıya maraq həm atam, həm anam tərəfindən mənə aşılanıbdı. Ancaq ixtisas seçiminiz jurnalistika ixtisası olubdu. Bugün həmin ixtisasda siz həmin illərdə təhsil alsaydınız, həmkar olacaqdıq. Necə oldu ki, bu ixtisası seçməyə qərar verdiniz? Təbii ki, alınmayıbdır müəyyən səbəblərə görə. Əgər istəsəz bizimlə də bölüşə bilərsiniz həmin səbəbləri. Həmin ixtisasa səbəb illər öncə necə yarandı həmin maraq? Bizim dövrdə, bizim gəncliyimiz, ağlımızın o kəsdiyi əsas dönəm düşmüşdü. Ölkəmizdə bu 1-ci Qarabağ dönəminə. Həmin dönəmdə qeyri-ixtiyari vətənpərvərlik ruhunda insanlarımız daha çox yetişirdi. İstər qızlarımız olsun, istərsə də oğlanlarımız. O ağır dönəmlərin təsirindən idi, belə deyim. Mənim yazılarım əksəriyyət daha çox, belə deyək, şəhidlərdən və eyni zamanda da vətənpərvərlik mövzusunda, ondan sonra məktəbdə oxuyan uşaqlarımızın təlim-tərbiyəsi, nədənsə hələ uşaq vaxtımdan artıq bir növ elə bir tənqidi fikirlərə daha çox meylənmişdim və daha çox belə vətənpərvərlik ruhda yazmağa meylənmişdim. Amma ara sırada şeirlərim olurdu ki, Şərq Qapısında biraz öncə də qeyd elədim ki, dərc olunurdu. Nəticə etibarı ilə hər kəs tədbirlərdə iştirak eləyirdim, istər aparıcı kimi, istər qiraətçi kimi, yarışlarda, Azərbaycan dili və ədəbiyyatı fənnindən olan olimpiyadalarda iştirak eləyirdim. Eyni zamanda tarixdən də olubdu iştirak elədiyim. Nədənsə həmişə özümü televiziya, Naxçıvan televiziyasına baxanda oradakı diktorlardan biri kimi görürdüm. Və istər-istəməz qeyri-ixtiyari jurnalistikaya meylənirdim. Düşünürdüm ki, sadəcə olaraq jurnalistikanı bitirməliyəm ki, mən gedib diktor olam. Amma təəssüf ki, elə gətirdi ki, deməli 93-cü ildə Azərbaycanda testin 2-ci ili idi, Naxçıvanda isə ilk dəfə keçirilirdi və nəticə etibarilə test imtahanlarının keçirilmə müddəti yay aylarında deyil, oktyabr ayına çəkdi. Həmin ərəfədə burada keçirilən test imtahanlarından gələn cavablar belə bir ay müddətində uzadıldı, siyahılarda gəldi. Nəticə etibarı ilə mən baxdım, gördüm ki, mən jurnalistika fakültəsini Bakıda qazanmışam. 5 ixtisas seçimi ixtiyarımız var idi. Mən onun ikisini yazmışdım. Deməli, hüquqşünaslıq fakültəsində bir də jurnalistika. Amma təəssüf ki, jurnalistikaya daxil olmuşdum. Daha 3 yeri boş buraxmışdım. Naxçıvandan hər hansı bir fakültəni seçə biləcəyim halda bunu etməmişdim. Bu da yəqin ki, cavanlığın o deyir havası var idi başımda ona görə. Və
Artıq ailəli idim. Oktyabr ayında artıq mən bir ay yarım idi ki, ailə qurmuşdum. Nəticə etibarilə ailəmin istəyi üzərindən mən təhsilimi davam etdirmədim, amma 10 il sonra mən o istəyinizə çatdınız. Çatdım. Bu dəfə düzdür, fakültə etibarı ilə maarif, tarix, ictimaiyyət olsa da, amma universitet oxuma şansını əldə elədim 10 ildən sonra. Çox qəribədir ki, mən deməli yoldaşım mənə oxumasan daha məsləhətlidir deyəndə demişdim ki, 10 ildə keçsə mən bir gün universitet oxuyacağam. 93 və 2003-cü ildə verdiyim imtahanda mən yetəri bal topladım ki, Bakıda Asiya Universitetinə daxil ola bildim. Oxudum. Yəni yenə də illər sonra həyat sizi mikrofon qarşısına çıxartdı. Bəli. Aparıcı olmasaz belə qonaq qismində dinləyicilərin sevimlisinə çevrildiniz şeirlərinizlə, səsinizlə, səsinizin məlahəti ilə. Mən unutmuşdum sözün açığı ki, belə bir arzum, belə bir istəyim var. Unutmuşdum ki, mən şeir qiraət edə bilirəm və unutmuşdum ki, mən yazı yaza bilirəm. 28 il müddətində özümü ailəmə həsr eləmişdim və bu müddət məni heç də incitməmişdi. Tam əksinə o qədər huzur içində evladlarımı, Allah bütün balaları qorusun, böyütdüm ki, amma bir hadisə nəticəsində mən artıq yenidən 28 il sonra yazıya döndüm. Qəfil bir hadisə nəticəsində təxminən 4 ay yataqda qaldım. 3 ilə yaxın yerimə məhdudiyyətim, belə deyək, məhdudiyyətli oldu yeriməyim və mən neyniyə bilərdim? Mən mütləqdir ki, bir şeylə başımı qatmalıydım, əlimi, üzümü tutdum qələmə. Qələm də utandırmadı, sağ olsun. Yazdım və səsləndirdim. O səsləndirdiyim şeirlər ilk öncə kiçik bir auditoriya, öz sinif yoldaşlarım, dostlarım, bacılarım. Sonra belə deyək də, dedilər ki, bəs daha belə geniş sfera ola bilər. Zamanla mən öz səhifələrimi yaratdım. O səhifələrdə sosial şəbəkələrdən böyük bir kütlə də olmasa, amma qismən də olsa bir kütləyə sahibəm. O kütlə sırf ədəbiyyatı sevən, poeziya sevən, şeir sevənlər olduğu üçün onlar məni anlayır, mən də onları. Və həyatınızın 13 ilini pedaqoji sahəyə həsr etmisiniz. Müəllimlik peşəsi doğrudan da çox şərəfli bir peşədir. Bizi dinləyən bütün müəllimləri də bu arada salamlayırıq. Bəs müəllimlik peşəsi sizə həyat və insanlarla bağlı nəyi öyrətdi Sevinç xanım? Müəllimlik peşəsində mən özümü tapdım. Uşaqlarla bir yerdə böyüdüm. Yenidən böyüdüm. Çox erkən ailə qurduğuma görə bəlkə də o içimdəki o böyümək, tez böyümə hissi məni bir balaca sarsmışdı. Amma mən dərs deməyə başlayandan sonra o uşaqlarla bərabər təkrar böyüdüm, təkrar oxudum. Onlarla bərabər onları öyrədə-öyrədə bir də özüm öyrəndim. Və o anda anladım ki, əslən qalsa biz ailələr olaraq çalışmalıyıq ki, evladlarımızı tələsik addımlardan çəkindirək. Onları qismən də olsa yönləndirməyi bacarmalıyıq. Mənim valideynlərim çox ədalətli və çox gözəl valideynlərdir. Mən ümumiyyətlə həmişə ailəmlə fəxr eləmişəm. Seçim olaraq mən həyatımı həmişə özümə buraxıblar. Onlar həmişə düşünüblər ki, əgər Sevinç yəni ağıllıdır, bizim evladlarımız ağıllıdır, tək mən deyil. Yəni digər bacılarımla 5 bacıyıq biz. Həmişə çalışıblar ki, bizim istəyimiz olsun. Yəni biz həyatda çərçivələr görməmişik. Məsləhət veriblər, öğüt veriblər. Amma müəyyən məqamlarda əslən qalsa bəzən də uşaqlar çərçivələndirilməlidir. Bax, o çərçivə bəlkə olmadığına görə ki, mən müəyyən addımları tələsik atmışam. Peşmançılığını çəkməsəm də bugün geriyə dönüb baxanda baxıram, görürəm, deyirəm ki, yox, bunu başqa cür deyə bilərdim. Müəyyən müdaxilələr olmalıdır. Olmalıdır. Valideynlər müəyyən mənada evladlarını gələcək ilə belə deyək də bilgiləndirməlidir. Valideynlər daha çox uzaq görən olurlar. Yaşadıkları, gördükləri, həyat təcrübələri təbii ki, övladlarından qat-qat çox olur. Ona görə yönləndirmə, müdaxilələr təbii ki, yerində olmalıdır. Mütləq lazımdır. Ara-ara mütləq lazımdır. O 13 illik pedaqoji stajımda mən həmişə çalışmışam ki, özümün eləmədiklərimi, tələbələrimi aşılandırım. Hətta istiqamət verəsən onlara. İstiqamət vermişəm və hətta onların valideynləri ilə də ara-sıra belə deyək də söhbətlərimiz olub, çalışmışam ki, onlar da öz valideyn borclarını, yəni birbaşa yeri gələndə elə müdaxiləli şəkildə eləsinlər. Daha sonra isə muzeydə fəaliyyət göstərmisiniz, mədəniyyət sahəsində. İstəyirəm elə bu barədə danışaq. Necə oldu?
Təxminən bir 15-16 illik həyatımı Ordubad rayonu Nürgüd kəndində keçirmişəm. Ailəni qurandan sonra orada yaşamışam. Müəyyən bir müddətdə Moskva şəhərində, Türkiyənin İzmir şəhərində yaşamışam. Amma həyat elə gətirdi ki, Naxçıvana ailə vəziyyətinə əlaqədar olaraq köçməli olduq. Yoldaşım burada iş tapdığına görə mən də artıq müəyyən müddət işsiz qaldıqdan sonra Naxçıvan Dövlət Tarix Muzeyində işə başlamışam. 3 illik Naxçıvan Dövlət Tarix Muzeyində, 3 il müddətində Naxçıvan Dövlət Xalça Muzeyində və 3 ilə yaxında Naxçıvan Xatirə Muzeyində iş fəaliyyətim olubdu. Bələdçi kimi, elmi işçi kimi, eyni zamanda da baş fond mühafizə kimi mədəniyyətimizin, mədəni irsimizin qorunması sayəsində də çalışmışam ki, səylə əlimdən gələni eləyəm. Nələrsə töhfələrim olsun ki, düşünürəm ki, olubdu da. Mütləq ki, bəli. Bəs şeir yazmaq, qiraət sizin üçün həyatınızda ümumiyyətlə hansı yeri tutur? Bu barədə danışaq. Bugünkü gündə mənəvi cəhətdən elə birinci yeri tutur. Elə birinci yeri tutur. Çünki artıq belə deyim də özümə zaman ayırmağın vaxtı çatıb deyə. Çünki övladlar böyüyüb, hər kəsin öz evi, hər kəsin öz düzəni olduğuna görə mənim edəcəyim tək bir şey var. Yazmaq və yeri gələndə könlümə, ruhuma yaxın olan dostların, şairlərin, istər klassiklər olsun, istər müasir dövrün yazarları olsun, onların şeirlərinə nəfəs verməkdir. Bu mənim daxili aləmimi təminatımdır. Bu mənim özümə olan elə bir növ yatırım kimi hesablayıram bunu. Amma belə təbii ki, insan özünün istər hamımız qadınlıq deyək ki, evimizin də işi var, ətrafda qayğılarımız var, özümüzə məxsus ətrafda məsələn ataya, anaya, bacıya, yoldaşa, uşağa və s. bunların hamısı bir növ elə bir ki, ən əsas hissədir. Amma sənin daxili aləmin özünə yatırımı məsələn sözdür, şeirdir, sənətdir. Mən məsəl üçün film izləmirəm, mən başqa əyləncə üçün nəsə bir şey tanımıram, bilmirəm. Yəni qəbullana bilmirəm. İnsanlar var, filmə baxırlar, insanlar var müəyyən yerlərə, amma mənim əsas əyləncəm, mənim əsas dincəldiyim sahə elə şeirdir. Bəs ilk şeiriniz xatırlayırsınız? Mən ilk şeirimi 16 yaşında yazmışdım. Amma bu an üçün desəz xatırlamıram. Kaş ki unutdum mən əslən qalsa o dəftərimi gətirməli idim. Mən şeir dəftərlərimi qalaq deməli kənddə buraxıb getmişdim. Onlardan bir dənəsini özümlə Moskvaya aparmışdım. Qaydanda o dəftərlərimin hamısı yandırılmışdı. Kənd yerində sobaya çox güman ki, odunu qızışdırmaq üçün yandırmışdılar. Bir dənəsini qurtarmışdım özümlə apardığıma görə. Kaş ki mən onu gətirərdim. Elə ilk şeirim də oradaydı. Mən ilk şeirimi 90-cı ildə 20 yanvar üçün yazmışdım. Qoymayın ay cəmaət, getdi oğullar ayaman. Belə bir şeir idi. Dörtlü yurdu, 4 bənddən ibarət idi. Yəni, siz o an, o şeirim, yenə dediyim ki, kaş gətirərdim. Uşaqlığımın, gəncliyimin, bilgilərimin gətirdiyi nə idisə o idi. Amma indi oxuyanda baxıram, deyirəm ki, mən onu necə yazmışam. Mən məhz bu sualı ünvanlayacaqdım sizə. İllər öncə ilk şeiri yazan Sevinç xanıma bugün nə söyləyərdiniz? Bugün söyləyərdim ki, qələmi yerə qoyma. Çünki mən uzun-uzun illərimi, yaradıcılığımı üstünə elə bir növ belə deyək də torpaqlamışdım, bastırmışdım. Yəni onu unutmuşdum. Onu o qədər unutmuşdum. İndi çox hərdən fikirləşirəm, deyirəm ki, mənim hazırda 3 kitabım var, daha 2 kitab üzərində işləyirəm, Allah nəsib eləsin. Amma mən yaradıcılığı əlimdən buraxmasaydım, qələmi buraxmasaydım, mənim indi onlarla kitab. Fərqi yoxdur, onlar yox, yüzlərlə kitabın olsun. Əsas odur ki, kitabın oxunaqlı olsun. Əsas odur ki, səni oxusunlar, yazdıqların məna dəyəri olsun. Yazdıqlarımın o dediyin sözün bir çəkisi olsun, sambalı olsun. Yəni say etibarını müqayisə eləmirəm. Demək istədiyim odur ki, daha çox yaradıcılıqla məşğul ola bilərdim. Daha çox töhfələr verə bilərdim poeziyamıza.
İndi verə bilərdim də deyəndə bəzən deyirəm ki, hər yazan da, hər yazılan da ədəbiyyatda qalmayacaq. Bəli. Mən yazmağımla deyil. Əsas odur onun oxucuları vardı, sevənləri vardı və sizi dinləyənlər vardı. Və şeirlərinizdən bir neçəsini proqramımızda dinləyəcəyik. Və istəyirəm ki, belə bir sual ünvanlayım sizə. Ümumiyyətlə yaradıcılığınızda sizi ən çox ilhamlandıran nüans nədir şeir yazmağa? Ümumiyyətlə, yaradıcı insan hər şeydən ruhu pərvazlana bilir. Ən çox səbəbi bəs sizin üçün? Ən çox səbəblərdən biri, belə deyək, bu an üçün müəyyən səbəblər var, deyək ki, şəhidlərlə bağlı var, torpaqla bağlı var, qürurlu məqamlarımız var və yaxud da ki, incindiyimiz məqamlar var, o duyğularımız var, o başqa məsələ. Amma mən lirikaya daha çox köklüyəm. Bəlkə ondan dolayıdır ki, illərlə həyat yoldaşımdan da ayrı qaldığım məqamlar olubdu və çox gənc yaşlarımda. Ürəyinizdəkiləri kəlmək kağıza köçürmüsünüz. Mütləq. Və yaxud da indiki müşahidələrimizdə var. Gənclərimizə görəndə deyək ki, o yaxşı məqamları da, üzücü məqamları da görəndə qeyri-ixtiyari yaradıcı insan yaza bilir. Bəli. Adi bir təbiət mənzərəsindən də yaza bilirsən, adi bir şəkildən də yaza bilirsən. Kiminsə danışdığı əhvalat sənə toxuna bilir. Hər hansı bir qadının inildiyən o hissəsini hiss edə bilirsənsə yaza bilirsən. Yazmaq üçün bizi mənim kimi deməyim, yəni mən bir əstağfurullah şair deyiləm, amma yazıram. O şairlər ki, seçilmişlər deyirlər ha. Yəni o adamların yazması üçün o qədər səbəblər var ki, inanın Lalə xanım. O ürəyinin incə bir teli vardı. Mütləq ki, ora toxunmaq. Mütləq qəribə bir şəkildə bəzən o bir məqam olur, hiss edirsən ki, bədənində belə biz olursan. Bax, o məqamdır səni titrədən. Bir körpə uşağın ağlaması da səni yazdıra bilər. Hər hansı bir gəlinin qəmgin oturub belə skamyada oturması da səni qəmgin eləyə bilər. Məsələn, yazdırmağa vadar eləyə bilər. İki gəncin əllə tutması da səni sevindirib. Onların yerinə özünü qoya bilirsən. Yəni, əsas odur ki, şair ətrafda özünü başqalarının yerinə qoyub və eyni zamanda öz yaşantıların və sənin yaşantılarınla müşahidə elədiklərin arasında bir bağ olursa, yazırsan. Sənin yazdıqlarını oxuyanlar özünü gül kimi görürsə, deyir, məndən yazıb, bəzən mənə sual verilir, bunu məndən yazmısın. İnanın ki, mən statuslarımda paylaşan kimi ətrafımda olanlar yazırlar, deyir, bunu hardan məndən götürürlər, sən deməmişəm axı. Bəzən insan öz həyatını, yaşadıqlarını bir şeirdə, bir mahnıda tapa bilir. Bu həqiqətən də elədir. Az öncə də sizinlə söhbət edən zaman mən qeyd etmişdim ki, bir musiqi mahnıya qulaq asırıq, bəzən bizi götürür, aparır və yaxud da şeiri dinləyirik. Sonra bir anda gözümüzü açırıq ki, həqiqətən də bizim yaşadıqlarımız sanki mahnıda, sözlərdə bildirilir və yaxud da şeirdə. Bax, həyatın içidir, özüdür. O mahnı, o şeir uğurlu şeirdir, ilahidən gələn mahnıdır və sən özünü orada tapırsansa, demək onu yazan, onu ərsəyə gətirən sənətkardır. İnsanın ruhuna toxuna bilir. El istəyirəm ki, məhz proqramımızın bu məqamında siz də ruhumuza toxunasınız, gözəl bir şeir səsləndirəsiniz bizim üçün, əgər mümkündürsə. Məmnuniyyətlə. Daha sonra isə söhbətimizə təbii ki, davam edəcək. Suallarım hələ bitməyib. Təbii ki. Buyurun. Üzülən əlim deyil sadəcə əllərindən. Qan çanağı, ürək də qırılıb tellərindən. Buraxdığın əllərin asılıdır havadan. Qalibsən, ayrılmısan daşladığın davadan. Vurmusan kürəyini yerə çılğın ruhumun. Havasını almısan eşq havalı burnumun. Batıraraq səsimi əbədi lal etmisən. Yıxıb xəyallarımı çox uzağa getmisən. Sındırmısan könlümün sən adlı sarı simin. Qulaqları batırır göylərdə carı simin. Sənə sarı uzanan biləyimi kəsmisən. Pöhrə verən arzumu, diləyimi kəsmisən. Vurub iki qatına artırmısan dərdimi. Hey çırpınan ürəkmi, hey ağrıyan sərdimi. Yığışdır xatirəni,
əl ayaq et, götür, get. Fikrim səndə qalmasın. Düşüncəmi ötür, get. Düşüncəmi ötür, get. Təşəkkür edirəm. Nəinki şeir yazırsınız, şeiri yaşayırsınız. Eyni zamanda şeir səsləndirərkən həqiqətən də şeiri yaşayırsınız və o duyğunu da həm dinləyicilərimizə, həm də ki bizə ötürmüş olduğunuz proqramımızda təşəkkür edirəm sizə. Və elə bu məqamda bir sual ünvanlamaq istəyirəm sizə, elə şeirlə, qiraətlə bağlı. Şair olmaqla qiraətçi olmaq bir-birini necə tamamlayır bəs Sevinç xanım? İnanın ki, əslən qalsa biri-biri ilə əlaqəli olsa da, amma biri-biri ilə bağlı olmaya da bilər. Deyək ki, şairlər var ki, öz şeirlərini səsləndirəndə inanın ki, özləri də yəni etiraf eləyirlər ki, yazsam da, amma səsləndirmək biraz yaxşı alınmır. Məndə deyilənə görə yaxşı alınır, deyilənə görə qiraət pis deyil. Amma mən hər dəfə öz qiraətimdən sonra dinləyəndə və yaxud da videolarımı təkrar baxanda təkrar baxıram və hər dəfə özümdə qüsur axtarıram, qüsur tapıram. Daha yaxşı deyə bilərdim, daha yaxşı ola bilərdi. İnsanın ruhunu o vaxt insan öz-özlüyündə tapa bilir ki, və yaxud da özünü o vaxt tapa bilir ki, onun cismi ilə ruhu arasındakı bağlılıq vəhdət təşkil edir. Deyək ki, məndə ruhum gətirir təbii ki, qələmim yazır, amma eyni zamanda səsdir, ləhcədir, yəni bunu təqdim eləməkdir, onu hiss eləməkdir. Bunların hamısı bir-birini bağladığına görə özümü daha yaxşı hiss eləyirəm və ətrafdakılar da məsələn təşəkkürlər də alıram, qiymətləndirirlər də, sağ olsunlar, deyirlər ki, yaxşı alınıb. Bu özü məni ruhlandırır. Deyirəm, nə yaxşı ki, Allah Taala məni bir də bununla mükafatlandırıb. Təbii ki. Şeir hiss eləyirəm, amma bir də onu deyim ki, bəzən öz şeirlərimi deyil, başqasının şeirlərini də deyəndə unuduram, yaxşı şeir olanda unuduram ki, onu mən yazmamışam. Elə bilirəm ki, o şeiri də mən yazmışam. O qədər aludə oluram şeirə. Çünki yenə dediyim kimi qiraət hal-hazırda məndə duyğularımın ilk öncəsində duran, mənəviyyatımın ilk öncəsində duran məqamlardan biridir. Bəs uğur yolunuzda ən böyük çətinliklər və ən yadda qalan uğurlar hansı olub? Ən böyük çətinliklərim zamanla belə olub ki, ətrafıma inandırmağa çalışdım ki, mən yaza bilirəm. Amma ilk öncə qəbul olunmurdum. Yəni, deyək ki, illər sonra hardasa sən 50 yaşına çatırsan və uzun illərdən sonra qələm götürmüsən, deyirsən, yazmışam, buna qulaq asın. Asırlar, amma deyirlər, əşək get işimin gücünün dalınca. O, ətrafımın, ailəvin səni qəbul eləməkdir. Ki, çox şükür ki, buna nail ola bildim. Bax, o çətinliyi mərhələ ilə aşdıqdan sonra artıq mən təsdiq elədim özümü ki, bu mənim ruhumun gətirdiyi bir şeydir. Mən həmişə deyirəm ki, şeir, şairin ruhunun doğurduğu körpəsidir. Yəni, sən istəsən yazmaq, yaza bilməzsən. Yəni, bunu sənə ilahi gətirməlidir. Və ruhun onu ərsəyə gətirəndə artıq o sənin uşağın, evladın kimi bir şey olur. O qədər sən onun üzərində əsirsən ki, elə bir növ nə isə olsa düşünürsən, ay birdən bu sətrim itər, birdən bu bəndim gedər filan behman. Elə ki, artıq mən özümü təsdiqlədim. Bu səfər özümün 50 illik yaşıma ilk kitabımı ərsəyə gətirdim və o ilk kitab mənim ən böyük uğurum kimi, özümün özümə töhfəm oldu, özümün özümə hədiyyəm oldu. Bəli, məktubunu oxudum, oxu məktublarımı ki, kitabımın redaktoru da bizim dəyərli ailimiz Elxan Yurdoğludur, şair, publisist, gözəl insan və dəyərli dost. Mən ilk dəfə ona müraciət edəndə dedim ki, Elxan müəllim, mənim bir dənə kitabım var. Utana-utana, çəkinə-çəkinə. Bəs mənim şeirlərimə baxarsınızmı, kitab istəyirəm. O da baxdı. Mən onun yaradıcılığına bələd olduğuma görə çəkinirdim, deyirdim ki, birdən deyər ki, qələm sənlik deyil də, gedin oturun, işinizlə məşğul olun. Ancaq tam tərsi oldu. Tam tərsi oldu. Hardasa bir həftə 10 gün sonra Elxan müəllim görüşək dedi və dedi ki, mən sizin kitabınızı redaktorluğun eləyəcəm. Çünki qələmiz var. Yəni, Elxan müəllimdən qələmin var demək, sözünü eşitmək həqiqətən böyük bir şeydir mənim üçün. Düzdür, belə qeyri-adi bir şeylər yazmıram, amma ruhumun məhsuludur da. Və 2 övladınız var, 3 nəvəniz var, maşallah, Allah saxlasın. Bizi dinləyirlərsə salamlayırıq. Ümumiyyətlə çətin olmur ki, həm ailəni balansda saxlamaq, həm digər işləri tamamlamaq. İstəyirəm elə bu barədə biz danışaq. Mütləq qadın
istədiyi hər bir şeyi həyata keçirə bilir. Hər bir şeyə yetə bilir. Yetər ki, istəyi olsun. İstənilən, mən hərdən deyirəm ki, yox deyilən, bacarmıram deyilən, edə bilmirəm, vaxtım yoxdur deyilən bir şey yoxdur həyatda. Yetər ki, mən istəyim. Mən yeri gələndə öz doğmalarımı da yetə biləcək vaxt tapıram, ailəm üçün də vaxt tapıram, evimin işi üçün də və mütləqdir ki, gecənin bir yarısına gələnmə də, ruhuma, özümə də vaxt tapa bilirəm. Mütləq ki, bəli. Yer ayırıram. Bunu zamanla da bacara bilərdim, amma çox güman ki, o zaman o cəsarətim olmayıbdı. Bugün o cəsarəti özümdə gördüyüm üçün hər şeyə yetişə bilirəm. Bəs Sevinç xanım, mən hər zaman ənənəvi sualımda xanım qonaqlarıma ünvanlayıram. Sizcə qadın zərif olmalıdır yoxsa güclü? Qadın mütləq zərif olmalıdır. Elə ümumiyyətlə qadın zərif doğulur. Amma qadın yeri gələndə güclü olmağı, güclü durmağı bacarmalıdır. Amma mən həmişə güclüyəm, kişidən qabaqda durub mütləqdir ki, hər şey özüm. Onu etməyimizə gərək yoxdur. Bəzən zərifliyi də itirir deyə düşünürəm. Bu kimi nüanslar. Çünki bilirsiniz necə, qadınlar özünü təsdiq etməyi daha çox sevir. Kişidən daha çox belə təsdiqlənməyi xoşlayır ki, mən bacararam. Bacarır da, eləyirik də. O güclü durduğumuz məqamda zərifliyimizi itirə bilirik. Mən arzu edirəm ki, bütün qadınlarımız həmişə zərif qalsın. Onların arxalarında çox güclü adamlar dursun. Həyat yoldaşları, qardaşları, ataları dursun. Ailələr, bəli. Bəli. Bütün bu missiyalarla yanaşı biz bilirik ki, siz eyni zamanda tur bələdçilərindən birisiniz. Bunu qeyd edeyim mən. Azərbaycan Tur Bələdçiləri Assosiasiyasının Naxçıvan üzrə 9 sertifikatlı tur bələdçisi. Tur bələdçilərindən biriyəm. Bəs bu sahəyə maraq necə artdı? Sevinç xanım, mənim üçün maraqlıdır. Demək olar ki, bütün sahələrdə özünüzü təsdiq etməyi bacarırsınız. Bəli, bu sahə də mən hər halda gəzib görmək, nə bilim axı, kəşf etmə istəyimdən əlaqədar oldu. Mən Naxçıvan Dövlət Xalça Muzeyində işləyəndə baxdım ki, sosial şəbəkələrdə bir deməli elan paylaşılıb. Elanda Turizm Departamenti tərəfindən verilib və orada yazılıb ki, bəs təlim keçiriləcəkdir. Təlimlərdə kim istəsə iştirak eləyə bilər. Ay Allah, dedim, mən də istəyərdim tur bələdçi olum, amma mən onsuz da Xalça Muzeyində bələdçi kimi işləyirdim, amma muzey bələdçisi olaraq işləyirdim. Çox belə, nətər deyim, səthi olaraq o deməli şeydən keçdim, qeydiyyatdan keçdim və nəticə etibarı ilə Bakıdan gələn deməli Səkinə xanım təlimlərə qoşdu bizi. O təlimlər ərəfəsində hardasa bir 35 nəfər Naxçıvandan tur sahəsi üzrə bitirən uşaqlar, gənclər, kişili, qadınlı hamımız iştirak elədik. Amma imtahanlardan sadəcə 9-umuz keçdik. Mən o sertifikatı aldım. Amma mən o sertifikatı alandan günü bu tərəfə çox nadir hallarda qonaqlarım olubdu ki, məsələn, Ordubada aparmışam, el olub ki, Culfiyə aparmışam. İşlə əlaqədar olaraq çıxa bilmədiyim üçün çox nadir adamlarla, belə deyək də, qonaqlar turlarla işləmişəm. Az qruplarla işləmişəm. Bu da bilirsiniz necədir? Məsələ burasındadır ki, mütləqdir ki, tur bələdçi olmaq üçün tarixi bilməlisən, yeri tanımalısan, bilməlisən. Mənim də Naxçıvanda gəzmədiyim yer yoxdur. Düzdür, Azərbaycanın digər bölgələrində çox olmasam da, amma Naxçıvanı tanıyıram və tanıtmağa da meyilli biri olduğu üçün. Ümumiyyətlə, yaşadığımız yerin tarixini, mədəniyyətini, bütün bu nüansların hər birini bilmək bir vətəndaş olaraq hər birimizin borcudur, bilməliyik. Və elə Muxtar Respublikamızda da kifayət qədər turistlər gəlir, qonaqlar gəlir və onların o, deyərdim ki, fikirlərində, üzlərində olan xoş təbəssümdən artıq bəlli olur ki, necə bəyənibdilər, sevibdilər Naxçıvanı. Razı ayrılırlar. Bəli, tur bələdçiləri də xüsusilə məlumatlı olmalıdırlar. Çünki Naxçıvanı gəzdirə ilk təəssüratları tur bələdçiləri artıq həmin informasiyanı ona çatdırır, təəssüratı yaradır. Düşünürəm ki, bu baxımdan tur bələdçiləri həqiqətən də bu mövzuda savadlı və məsuliyyətli olmalıdırlar. Mütləq. Belə bir sualını da ünvanlamaq istəyirəm sizə. Oxucularınızdan və dinləyicilərinizdən aldığınız hansı rəy sizi daha çox təsirləndirib? Bir dəfə, mən biraz öncə də qeyd elədim, bir TikTok platformasından bir nəfər rəy yazmışdı. Sonra o xanım mənə xahiş elədi ki, şəxsiyyə direktoruna baxım. Sonra o xanımla şəxsində direktorda tanış olduq. Məlum oldu ki, o xanım şairdir, nə gözəl, nə xoş. Sonra o xanım mənə bir şeir ünvanladı. Və o şeirdə yazılırdı ki, mən son nəfəsimdə öləndə mənə bastıranda, mənim başımın üstündə azan oxunmasın, sevincin səsi ilə şeir oxunsun. Aha.
Çox təsir edici bir məqamdır təbii ki. Və o xanım, Narcila xanım Yusif qızıdır. Mən buradan onu salamlayıram. Mən onun şeirini oxuyanda ağladım. Onun mənə ünvanladığı o şeiri oxuyanda ağladım və düşündüm ki, ilahi Pərvər, əgər mənim səsim kiminsə hər hansı bir könlün, qəlbin, ruhun sığalıdırsa, nə xoş mənə. Bəli, həqiqətən də elədir. Demək mənim mükafatımı Allah Taala veribdi. Bax, o şeir elə bütövlükdə rəy olaraq həmişə mənim yaddaşımda qalacaqdı da. Sonuncu və ənənəvi sualımı da ünvanlamaq istəyirəm sizə. Sevinç xanım bu gün özündən razıdır. Mən heç vaxt özümdən razı qala bilmərəm. Qalmamışam da, heç qalmayacam da. Həmişə hardasa kəsir var. Həmişə hardasa nə isə eləmək istəsəm də, amma yarımçıqdır. Özümdən razı qalmağım üçün hansı tərəfimə baxsam, hansı yaradıcılıq sahəsi olsun, ailəm olsun və yaxud da həyat tərzim olsun, mütləqdir ki, orada qüsursuz olmalıyam. Amma mən qüsursuz deyiləm. Mən özümdən razı qala bilmərəm. Təşəkkür edirəm. Sizə yaradıcılığınızda uğurlar arzu edirəm. Çox maraqlı və xoş, səmimi söhbət baş tutdu. Proqramımızı sizin şeirinizlə yekunlaşdıracağıq. Çox təşəkkür edirəm sizə və Doğma radio kanalına. Bura mənim üçün çox doğmadır, Lalə xanım. Mən burada müxtəlif mövzularda həmişə dəvət almışam. Bəli. Çox sağ olsun. Həm siz, həm də həmkarlarınız ki, dəyər vermisiniz və çağırmısınız. Təşəkkür edirəm və yenidən eşidilmək diləyi ilə söyləyirəm. Yenidən görüşəcəyik, mən əminəm. Efir rejissorumuz Sevinç xanıma da təşəkkürümü bildirirəm. Bizimlə bərabər söhbətə çox maraqla qulaq asırdı. Minnətdaram əziz dostlar, sizə də dəyərli vaxtınızı ayırıb bizi dinlədiyiniz üçün. Gələn həftənin eyni günündə, eyni saatında mən yenidən sizin görüşünüzə gələcəm fərqli bir qonaqla. Odur ki, özünüzə yaxşı baxın, yenidən eşidilmək diləyi ilə proqramımızı sizə Sevinç xanımın gözəl şeiri ilə tamamlayırıq. Buyurun. Axı nəyimsən mənim? Axı kimimsən mənim, belə doğmalaşmısan? Mənim sərhədlərimi sel də keçə bilməzdi. Onu necə aşmısan? Qəlbimin bənd bərəsin çox hündür eləmişdim, qanımla bələmişdim. Bir əl tutmasın deyə yayın ortasında da soyuq qar eləmişdim. Bir ordu toplamışdım ürəyimi qorusun. Hamısı təlimatlı. İndi başa düşmürəm, necə çevrildi oyun sən? Mən piyada, sən atlı. Necə oldu bilmirəm, hirsim, nifrətim, kinim, hamısı təslim oldu. Çoxdan tövbə etdiyim, qəlbə yasaq etdiyim bir eşq içimə doldu. Mənə hələ də sirdir həyatıma gəlişin, səssiz xəlvət girişin. Sevinç məndən genidir, gör necə ovsunluyur indi sənin gülüşün. Əvvəl ürəyimin də, ağlımın da hakimi mən idim, özüm idim. Səbrimin, qərarımın, hətta iradəmin də başında dözüm idim. Necə aciz qalmışam hisslərimin önündə. Günüm itin günündə. Qalibiyyətin mənim məğlubiyyətim oldu. Buyur. Buyur. Artıq öyündə. Artıq öyündə. Səni gözlərinlə, xoş sözlərinlə xatırlaram. Hər axşam sənin səsin duymasam canım yatmaram. Danış özünlə bir də özünlə çox darıxıram. Darıxıram bir də səni arzularam. Səni gözlərinlə, xoş sözlərinlə xatırlaram. Hər axşam sənin səsin duymasam canım yatmaram.
Danış özündən bir də özündən çox darıxıram. Darıxıram təkcə səni arzulara. Dünyama bir sabah sən xoş gəldin. Dəyişdi həyatım, dindi sevgim. Qəlbimin sirrini sənlə böldüm. Sevgi nədir, indi bildim. Dünyama bir sabah sən xoş gəldin. Değişti hayatım, dindi sevgim. Kalbimin sirrini senle böldüm. Sevgi nedir, indi bildim. Seni gözlerinle, hoş sözlerinle hatırlarım. Her akşam senin sesin duymasam kalırdım. Danış özünden bir de özünden çok darıxıram. Darıxıram təkcə səni arzulara.